Ne güzel, deyəsən aramıza 3 nəfər yeni uşağımız qatılıb. Gəlin onlarla tanış olaq. Gözəl balam, görüm sənin adın nədir? Mənim adım Dağıyaydı. Mənim babamın adı da Dağıyaydı. Dağıya yox, dağıya yox, yeməyi o mahnı oxuyan əmi var. Mənim adım həm əminə dostuyam. Ona hər gün gediyə, içiyə, atam aşağı tapamıyor, evi tapamıyor. Ondan sonra da mamam gəlir yeyənir ki, sənin o uycaq yeyənin bəsdir, daha çıxıb gedəcəm dədəmin evinə səndən bəsdir. Ay mənim uycaq yeyən kimdir? Ucaq? Qadın alım, ucaq nədir boy? Ya bu uşağımız nasıl uşaq? Sənin adın nədir gözəl balam? Qayama yoxdur. Qayama yoxdur, sevdim, ay sevdim, Sevdiyim çox. Qayama xoşlamıyorum özlə, mən qıymızım oya xoşlayam. Mən sevdiyimdir. Dədəm içəndə qayama yoxuna zakska eləyir. Mənə də südlü qayama yox verdi. Gəldi, yoxdur qayama yox. Sahi süd. Digər uşaqlarımız adlarını dedilər, amma bu Aliyə baxan gözəl qızımız adını demədi. Gözəl qızım, de görüm sənin adın nədir? Ay nəyimə, bu deyəsən deyini bir şey yiyirdi. Mən də o zamanında bir şey deyim yiymişdi. Ay mən sizin dadınız Acayip açıdır. Mənlərim yaxşı, acayip baxdı. Yaxşı, sakit durun. Bu gözəl qızımız hələ də adını demədi. Adın nə oldu? Ay müəllimə, bunun adı Aynada Gözəldir. Aynada güzel, aynada güzel. Amma adı Aynada Gözəldir. Özü gözəl deyil. Ay müəllimə, mənim adım Gözəldir, amma aynada döyəm. Atam hər gün evə gələndə anama deyir ki, az danış rəfiqələrindən, az anandan danış. Evdə heç bir iş görmürsən. Uşaq da deyir, evin güzgüsüdür. Gedib çöldə hər şeyi danışacaq. Mən də o uşağa güzgüdə axtarıram, amma tapa bilmirəm. Mən də Maraqlı idi. maraqlıydı. Ay çox müəllimə bir şey olub. Ona bir gətirin nəsə bir şey verin ona. Güzgüdə mən həmən o uşağı axtarıram. Bu uşaq fantaziyasıdır. Bu uşaq sonluğu yəni gözəl tamamlamışlar. Sadəcə o saqqallı uşağa başa düşmədim. Yəqin Üzünü saqqal ilə bəs idi. Üstünə bir dənə də o saqqal lazım saqqalı deyil. Biz də vurmaq. hər şeyə başa düşdük, bir də onu başa düşmədik. Nəyi? Saqqalı. Saqqal üstünə saqqalı. Amma öz saqqalına daha maraqlı alınardı. Nəinki o bizdə saqqalı Qalan hər şey yapışdırma. aydındır. Evdə olan söz-söhbətlərdən uşaq böyüyüb. Bəyəndiniz? Yox, dedik bəyəndi. Yox, sadəcə olaraq əziyyət. Siz bugün hər şey çəkiblər, bəyənirsiniz, axı ona uşaqlar. Aris, necə idi sizcə? Məncə gülməli deyildi, amma maraqlı idi biraz. Siz ama neyse gülümsüz gələn. Səni bura kim anladı? Kim burada gülməli olacaq? Bu gün gülməmişəm. Bugün gülməmiş. Ötən verilişdə biraz güldüm. Allah yüzümüzü güldürsün inşallah deyirik. Amin deyim. Amin. Sizə də İnşallah, insaf amin. versin əziz gənclər evləri deyirik. Bugün Gəncədən heç kim yoxdur hə burada. Olsaydılar qəşəng danışardı. Gəncədən? Yoxdular Gəncədən. Gəncə yoxdur. Yox, aramızda yoxdular. Gəncəmə, gəncə. Afaq xanım, sizin qərarını sadəcə saqqala mövqeyi bildirdiniz. Bir də onu deyə bilər ki, məsələn, saqqal artıq idi, hə. Məsələ, o saqqalın üstündə dağılmış kaş olsaydı, başa uşaqdır da üstündə, birinin boğazlıq olsaydı, fartuq olsaydı, birində nə filan beşməkə, bilirsiniz nətədir, uşaq ştriklər bilər. Mən ancaq bunu deyə bilərəm, yəni görünüşü deyə bilərəm. Çexov deyir ki, əgər tamaşada divarda xalça üstündə silah asılıbsa, o atılmalıdır. Mütləq. Yəni burada da o saqqalı oynatmaq lazımdır. Oynatmaq Sən lazımdır. Nəyə görə ki, niyə məhz o uşaq saqqallı? Görürsən ki, hər hansı bir aktyora üzünə vurduğu qrim köməkli eləyir. Məsələn, nədə kömək eləyir? Buradan bir dənə ət-qalb köməkli eləyir. Bir də görürsən, uşaqdır da, başa düşmür və yaxud da bəlkə də bu uşaqlar müəyyən profesional aktyorlardan yaxşı başa düşürlər səhnə nədir. Bir də görürsən, yapışdırır, bu bura, bu bura, bu bura, bu bura, bu bura. Bu sənə köməkli eləməyəcək, heç cürə kömək eləyir. Sən onu yaratmalısan və o ət-xalı da doğrultmalısan. Niyə o belədir? Ona görə də o saqqalın üstündən bir də saqqal, heç bir dəxli olmayan saqqal, o biraz şey olmadı. Amma birinin ağzına soska, birinin ağzına putulka, məsələ,
Birinin üstü başı zat buradan bura bütün karşıda olsaydı daha maraqlı olar.